Məhərrəm ayının 5-ci günü. السلام عليك وعلى الأرواح التي بسم الله الرحمن الرحيم صلى عليه وسلم تسليما السلام عليك يا أبا عبد الله. Vurursan ki, dikkat edersen vurursan ki bu ürek size düşünmeye imkan versin, daha heyecanlı olsun. Ağlın dərrakən ve bakışın, basiretin daha iti olsun. Hamının görmediği şeyler sen görəsin. İmam Hüseyin'le senin əlaqən, irtibatın ne kadar şiddetli olsa, bil o kadar bu dünyada da ahirette de hem tevfikatın, hem uğurların, hem ucalığın, hem de məqamın Allah katında âli olacaq. İmam Hüseyin Aleyhisselam'ın bir neçə dənə qızı olubdu. Onların içinde Hanım Rüqeyyə İmam Hüseyin kızlarından biri. Elə buydu bak. Lay lay Rüqeyyə lay lay. Yine hönkürtüyle ağlayır. Gelirler ki Seyyid Haşim ne oldu? Seyyid Haşim ağlayır değil, beni eşitliğimi gördüm. Qəssale istəyir qüsur verə. Elə ki qara köynəyin əynindən çıxardı, bayaq hacı işarə elədi, gördü qamçı yerlərindən qan gəldi. أسألك اللهم وندعوك باسمك العظيم الأعظم. Azərbaycanımızın değerli yiğit, mərd, qəhrəman oğulları, şəhidlərimiz ve bütün dünyada hak namına, dini değerler namına, qeyrət, namus uğrunda canlarını qurban eden fədakarlarımızın ruhlarına sələvat eşləyək.